Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Faciəvi şəkildə ölənlər qardaş və bacıları imiş. Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Mətbuat Az-Qafqaz-Info AZA istinadən xəbər verir ki, qəza aşağı Küngüd kəndi ərazisində KA VAZ 2107 və VAZ 2106 markalı minik avtomobillərin iştirakı ilə qeydə alınıb. Qəza zamanı həlak olan şəxslər 1992-ci il təvəllüdlü Rəsulu Turan Kamaloğlu, 1981-ci il təvəllüdlü Mehdiyeva Pərvanə Kamal qızı və Mehdiyeva Yeganə Kamal qızıdır. Əldə etdiyimiz məlumata görə onlar bacı qardaş olublar. Qəza zamanı KAE markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamaloğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.